Mən ailədə böyük qızam. Məndən balaca bir bacım var. Mən evlənəndə yoldaşımın xasiyyəti biraz tünd olduğu üçün, həm də maddi vəziyyətimiz yaxşı olmadığına görə təzə evlənən vaxtı çox çətinliklər çəkdik. Kirayədə qaldıq və çox şeyə qənaət etdik. Anamgil də bunları bilirdi, amma nədənsə mənə qarşı soyuq davranırdılar. Maddi vəziyyətim yaxşı olmadığına görə anamgilə tez-tez gedə bilmirdim. Evimizə də gedib nəyə əlimi atsam, anam deyirdi ki, oğurluq əl vurma, nə istəsən mənə də elə verim. Bu söz də mənə o qədər ağır gəlirdi, çünki ora mənim də evim idi. Keçən il bacım evləndi. Bacımın yoldaşının vəziyyəti çox yaxşı idi. Evi, maşını, hər şeyi var idi. O gündən sonra bizim aramız daha da soyuq oldu. Anamın bütün diqqəti bacımın üzərində idi. Hər gün bacımla danışıb onların evinə gedirdi. Bir gün bacımla danışmasa qala bilməzdi. Amma mən isə zəng etməsəm anam mənə zəng etmirdi. Anama zəng edib bizə gəlməyini istədim. Dedi ki, işim çoxdur, gələ bilmərəm. Amma həmin günün axşamı qəşəng bir restoranda oturublar. Bacımın yoldaşı onları qonaq edib. O şəkilləri statusda görəndə ürəyim parça-parça oldu. Oturub səhərə qədər ağladım. Mənim imkanım bacımgilin imkanı qədər yaxşı olmaya bilər. Amma mən onun doğma övladıyam. Yoldaşım da dedi ki, sənin ailən insanı puluna görə seçir. Sən hələ də onlardan diqqət və sevgi umursan. İndi özümü o qədər tənha və dəyərsiz hiss edirəm. Doğma anamın mənə puluma görə fərq qoymasını həzm edə bilmirəm. İndi mən onlardan tamamilə üz çevirməliyəm, yoxsa heç bir şey olmamış kimi davam etməliyəm.